Atalar və Oğullar romanı nəinki rus klassikasının, dünya klassikasının mənə görə ən güclü əsərlərindən biridir. Oradakı Bazarov obrazı ən azı Jean Valjean qədər belə deyim, yadda qalan və sevilən bir obrazdır. Hansı ki, Bazarov demək, Bazarov bərabərdir nihilizm, bir düşüncə idi. Və Bazarovdan sonra, yəni Atalar Oğullardakı Bazarovdan sonra Rusiyada nihilizm daha da belə deyim yayılmağa başladı. Hansı ki bir çoxumuz da mənim özümün də yeniyetməlik dövründə demək olar ki, ən təsirləndiyim ədəbiyyatda obraz Bazarov olub və hər birimiz bu romanı oxuyanda ilkin başda düşünürük ki, biz nihilistik. Əsərdə Bazarovun ideyaları, fikirləri, onun daxili dünyasında keçirdiyi sarsıntılar, nəsillər arası belə deyim qarşıdurmalar, yəni atalar və oğullar deyəndə əslində generasiya fərqləri bu əsərdə çox möhtəşəm şəkildə işlənilmişdi. Eyni zamanda əslində əsərə təsir edən mövzulardan biri də o dövrün Rus gənclərinin artıq qərbə meyilli olduğu üçün Rus aristokratiyasını, milli mənəvi belə deyim, mentaliteti artıq qəbul eləmədiyini, yeniliyə meyilli olduğunu, köhnə nəsillərlə generasiyalar arasındakı fikir çatışmaları əsasında belə deyim təsvir edilibdir bu əsərdə. Bu əsəri birincisi sevmə səbəbim dediyim kimi generasiya fərqləridir. Çünki məsələn bir dənə söz var bizdə, tısbağı qınından çıxıb qınını bəyənməyib. Bu nə deməkdir? Yəni biz hansı ailədə, hansı ölkədə doğulmuşuqsa, onların fikirlərini bəyənməliyik. Onları bəyənməmək kimi bir öhdəliyimiz varsa, demək ki, biz qudurmuşuq. Halbuki əslində biz valideynlərimizlə və bizdən öncəki nəsillərlə eyni fikirdəyiksə, deməli ki, biz inkişaf edə bilməmişik. Normal şərtlərdə normal olan odur ki, bizə öyrədilənin əksinə yeni nəsil köhnə nəsillə əslində qarşıdurma yaşamalıdır, fikir qarşıdurması yaşamalıdır. Eyni fikirdə olmamalıdır. Eyni fikirdəsənsə, deməli ölürsən. Yəni yeni bir şey yoxdur. Məsələn, bu bütün mövzularda belədir. Tutalım bir musiqi zövqü olanda belə ən primitivindən deyirlər ki, yeni nəsil filan musiqini dinləyir, filan şeyi dinləyir. Və bu kitabda da həm Bazarovun o düşüncələri, hansı ki Bazarov dini belə deyim qəbul eləmir, Tanrını qəbul eləmir, poeziyanı, Puşkini hətta qəbul eləmir, hansı ki Puşkin bir ilahi səviyyəsində Rusiyada o dövrlərdə sevilirdi. Şeiri, ədəbiyyatı, poeziyanı, aristokratiyanı, milli mentaliteti, bütün dəyərləri hamısını ignor eləyirdi. Rasionallığa və ya emosionallığa, sevgini eyni zamanda qəbul eləmirdi və o sadəcə rasionallığa, elmə inanırdı, hansı ki özü də tibb tələbəsi idi. Və o dostu ilə birlikdə dostun atasıgil ailəsinə gəlir. Öz ailəsinin yanına getmir, çünki düşünür ki, həmən müddət ərzində o da həyatda bağçalarında təcrübələr apara bilər. Və hekayə beləcə başlayır. Arkadinin ailəsinin evinə gəldikdən sonra orada Bazarov və Arkadi yeni nəslin belə deyim simvoludur. Arkadinin əmisi və atası isə köhnə nəslin simvolizə edir, hansı ki onlar aristokratdılar, mühafizəkar insanlardılar, adət-ənənələrə önəm verirlər və bundan sonra, hekayədən sonra biz o nəsillər arasındakı dialoqları, sadaladıqlarım bütün demək olar ki, mövzular üzrə onların dialoqları yaşanır və bu dialoqlar çox həqiqətən zövqverici belə dialoqlar gedişatda biz oxuyuruq əsər boyunca və Bazarov heçliyə inanır, tam bir nihilistdir. Heçliyə inanması isə köhnə nəsil üçün qəbul edilməz bir şeydir. Yəni onlar dəyərlərə önəm verirlər, amma heçliyə inanmaq necə olur? Bu haqda müzakirələr, sevgi mövzusunun üstündə müzakirə odur, hansı ki romanın gedişatında Bazarov özü ilə belə bir təzadlı bir hisslər yaşayır. Bu hissləri də biz roman boyunca hiss eləyirik. Hansı ki o Anna adlı bir qadına aşiq olur. Arkadinin sevdiyi qızın rəfiqəsi olur Anna. Amma aşiq
olmasını etiraf elədiyi halda bunu qəbul eləmək istəmir. Yəni içində bir çaxnaşma yaşanır bu hisslə bağlı. Çünki həm sevgiyə inanmır, onun üçün hisslər önəmsizdir, onun üçün məntiq, rasionallıq önəmlidir. Amma bir tərəfdən də o hissi yaşayır və buna görə fikirlər çox dağınıqdır və Annaya o sevgisini açdıqda isə etiraz alır, yəni rədd cavabı alır. Çünki Anna sakit və rahat bir həyat yaşamaq istəyir. Bazarov isə çox qəliz və xaotik bir obrazdır. Yəni rahat bir obraz, sakitlik, huzur verən bir obraz deyil. Bu səbəbdən rədd cavabı alır. Daha sonra isə biz əsasən o nəsillər arasındakı belə deyim təzadı yaşayırıq Pavellə, yəni Arkadinin əmisi və Bazarovun o çox uzun sürən müzakirələri artıq duelə dönüşür və duel olur. Dueldə hansı ki Bazarov Paveli ayağından vurur, yəni öldürmür. Pavel isə vura biləcəyi halda Bazarovu vurmur və havaya atəş açır. Daha sonra isə Bazarov öz ailəsinin yanına gedir. Orada yəni sanki belə bir söz var, insan yaşlandıqca və yaxud da ki ölümə yaxınlaşdıqca aid olduğu torpaq onu çəkir. Sanki o ölümünə hazırlaşırmış kimi öz ailəsinə gedir, başlayır keçmişini, həyatını, özünü sorğulamağa o ailəsinin yanındaykən və orada tifil xəstəliyinə yaxalanır. Əslində o əlindən zədələnir. Ona görə bu roman barədə müzakirələr var ki, əslində Bazarov intihar edib. Çünki o müalicədən imtina eləyir, müalicə edəcəyi halda bundan imtina eləyir və ölümü özü seçmiş olur. Yəni bir növ intihar eləyir. Bu da onun əslində nihilizm fikri ilə əslində təzad yaradır öz-özlüyündə. Və Bazarovun o evində ailəsi ilə keçirdiyi zamandakı o hansı ki xəstələri müalicə eləyir, keçirdiyi o özünü belə deyim tanıma, nostalji hissləri, özünü sorğulama və daha sonradan Bazarovun ölümünü görürük, hansı ki çox təsirlənirdik və düşünürəm ki nihilizm deyəndə ümumilikdə götürəndə, nihilizm deyəndə bizim ilk ağlımıza gələn, fəlsəfədəki bu anlayış, ilk ağlımıza gələn əsər Atalar və Oğullardır, hansı ki kitabın orijinal adı Atalar və Uşaqlarıdır. Tərcümədə bizə belə tərcümə olunub. O generasiya fərqlərini, bunun normal olmasını, hansı ki yenə də deyirəm, bizə illərlə bunu sanki səhv bir şey eləyirmişik kimi təbliğ eləyib, hansı ki bütün gənclik dönəmində, yeniyetməlik dövrü deyirlər, keçid dönəmində valideynlərlə uşaqlar qarşıdurma yaşayır və biz bunun anormal bir durum kimi qəbul eləmişik həmişə, hansı ki bu əsəri oxuyana qədər. Yəni əsəri oxuyanda anlayırsan ki, əslində normal olan budur. Yeni nəsil və köhnə nəsil anlaşmamalıdır, normal olaraq anlaşmamalıdır. Eyni fikirdə, eyni zövqdə, eyni baxış tərzində, düşüncədə olmamalıdır. Biz orada dediyim kimi Arkadinin ailəsinin atası və əmisi sayəsində mühafizəkar keçmiş fikirli generasiyanı və yeni fikirli gəncləri arasındakı qarşıdurmanı görürük. Nihilist fikirlərlə tanış oluruq. Fəlsəfi fikirlərlə Bazarovun hansı ki çox romanı oxuyanda elə bilirsən ki dünyanın ən yaraşıqlı, ən cool obrazı Bazarovdur. Yəni belə bir fikir formalaşır. Kitabı oxuyanda bir növ belə aşiq olursan Bazarova. Bazarovun nihilist fikirləri o dönəmdəki Rusiyanın sosial durumları, qərbə meyil eləməsi, amma yeniliklərə açıq olmaması, o dönəmdəki aristokratlarla gənc insanların belə deyim fikir alış-verişi, anlaşa bilməməkləri. Bu əsər deyərdim ki Turgenevin şahesəridir və yenə təkrar edirəm, sadəcə Rus ədəbiyyatının yox, bütün dünyada ən güclü, hətta deyərdim ki 10 klassikasından biridir. Radyo tiyatrosu var bunun. Yəni bu kitabda əsasən nihilizm mövzusu var deyə və əsasən fikirlər müzakirə olunur deyə, yəni bütün əslində kitabları və filmləri müqayisə edəndə deyirik ki, filmlər yetərli qalmır, çünki oradakı fikirləri keçirdə bilmirik, eşidə bilmirik biz filmlərdə.
Amma düşünürəm ki, yəni bu kitab o qədər möhtəşəmdir ki, həqiqətən radio teatrosunu yəni sevirəm, amma filmi tamamilə başqa bir şeydir. Və filmi isə səhv eləmirəmsə ruslar bunun filmini çəkiblər, amma mən baxmamışam. Belə başqa deyə biləcək məncə bir şeyim yoxdur. Eynən yoxdur başqa deyə biləcəyim bir şey. Bazarov obrazını yəni oxuyub təsirlənirik və bunun da normal olduğunu gördüm. Yaş keçdikcə əslində daha çox belə oxuduqca anlayırsan ki, sən nihilist deyilsən və sənin kimi yəni oxuyan hər kəs bu kitabı ilk dəfə oxuyanda yeniyetməlik dövründə nihilist olduğunu anlayır. Amma yenə də düşünürəm ki, bütün yəni ən oxunmalı əsərlər arasında bu klassik ədəbiyyatdan əlbəttə ki, söhbət gedir, bədii ədəbiyyatdan. Ən oxunulması vacib olan 10 əsərdən biridir mənə görə.